Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində siyasi reaksiyanın canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram və biz bugün gündəmin mövzularını müzakirə edəcəyik. Bilirsiniz, Türkiyədə gedən proseslər bizi çox narahat edir və bu narahat etməyə də bilməz. Çünki biz bir millət, iki dövlətik. Türkiyə dövləti bizim qardaş dövlətimizdir. Ona görə də əziz dostlar, dəyərli izləyicilər, bu hadisələr baş verər, verməz. Biz Reaksiya TV olaraq bu məsələləri gündəmdə saxlayırıq və bunları müzakirə edirik. Bugün də məlumatınız olsun ki, deməli, dünəndən artıq İstanbulun Saraçhanədə Böyük Şəhər Bələdiyyəsinin qarşısında olan mitinqlər dayandırıldı. Bugün artıq deməli, başqan vəkili seçildi, CHP-dən seçildi o da və artıq CHP hüquqi prosedurlara davam edəcəyini elan edib. Amma məlumdur ki, bugün Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı Sayın Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış elədi və çox kəskin bəyanatlar səsləndirdi. Biz bu və digər mövzuları müzakirə edəcəyik Turan Hərəkatının başqanı Cahandar Bayoğlu ilə, amma əvvəlcədən sizdən xahiş edirəm ki, mütləq yayımı hamınız bəyənin eləyin, YouTube-da paylaşın və əlbəttə ki, öz fikirlərinizi də yazmağı unutmayın, çünki sizin fikirləriniz də bizim üçün çox önəmlidir. Axşamınız xeyir Cahandar bəy, xoş gəlmişsiniz. Xoş görüşdük Zahir bəy, hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Cahandar bəy, Türkiyədə baş verən bu son günlər küçə etiraz aksiyaları, tutuqlananlar var, 1000-dən yuxarı həbs edilənlər var və müxalifət söhbət CHP-nin rəhbəri Özgür Özəldən gedir. CNN-ə müsahibə verib, BBC-yə müsahibə verib və bu müsahibələrlə bağlı bugün qrup toplantısında Sayın Rəcəb Tayyib Ərdoğan çox kəskin mövqeyini bildirdi ki, bu necə dövlətçilikdir ki, öz dövlətini başqa dövlətlərə şikayət edirsən. Buyurun, bitdimi bu küçə etirazları, bu proses bitdi mi? Küçə etirazları təbii ki, getdikcə zəifləyəcək dediyimiz kimi. Amma üzr istəyirəm, mən istəyirəm tamaşaçılarımız da bilsin, şənbə gününə daha bir miting təyin ediblər, daha böyük bir alanda. Daha böyük alanda mitinglər ola bilər. Ondan sonra ayda bir neçə dəfə də miting eləyə bilərlər. İstanbuldan sonra Ankara'da, İzmir'də, bütün bölgələrdə də miting eləyə bilərlər. Bu, təbii ki, etirazçıların və bugünkü siyasəti dərk etməyənlərlə, bugünkü siyasətə qarşı olanların birgə mücadiləsinin təzahürü kimi dəyərləndirməklə biz hesab etməliyik ki, bu mücadilə, Türkiyədəki mücadilə CHP, AKP ya da müxalifət iqtidar arasında gedən bir mücadilə deyil. Bu, dövlətə qarşı olan qüvvələrin dövlətlə bir mücadeləsidir, kimi dəyərləndirilməlidir. Və biz məsələləri bu yöndən dəyərləndirib müzakirə etməliyik. Mən üzr istəyirəm, elə istəyirəm bu yerdən davam eləyək ki, Cahandar bəy, bu CHP-nin rəhbərinin beynəlxalq mediaya verdiyi müsahibə ilə bağlı bu dəqiqələrdə bir məlumat gəlir ki, CHP-nin mərhum lideri Dəniz Baykalın qızı Aslı Baykal ölkədəki son hadisələr fonunda partiya rəhbərliyinin hərəkətlərini tənqid edən açıqlama yayıb. Deyib ki, oğurluğumuzu yaxalayıb bizə cəza verdilər deyə şikayət edəcəksinizmi dünyaya? Təbii ki, sizinlə mənim ilk müzakirələrimdə mən bildirmişdim ki, CHP 2010-cu il ayarına dönməlidir. O zaman 2010-cu il Dəniz Baykalı CHP-nin qurultayında Dəniz Baykalı bunlar kasetlə yola saldılar, şantaj elədilər. Və təbii ki, bu CHP-nin içərisində olan kürəsəl güclərin qurduğu bir oyun idi. CHP-nin başına özlərinin kuklalarını gətirmək və CHP-ni tam mənada ələ keçirmək işğal siyasəti idi. Kim edirdi bunu? Təbii ki, o zamanlar bəllidir ki, bunu kürəsəlçi güclərin Türkiyədə daha çox köklənmiş, bütün strukturları ələ keçirmiş, nüfuz sahibi olan, sızan hər yerə FETÖ terror örgütüydü. O daha çox iştirak edir. Hər kəs də bilir ki, burada Fethullah kimi bir şizofrendən söhbət getmir və onun qurduğu təşkilatdan getmir. Türkiyə üzərində 2-ci Dünya Savaşından sonra dünya güclərinin Türkiyəni ələ keçirmək güclərinin ortaq təşkilatlanması idi, bir
istihbarat hərəkətlənməsi idi ki, onlar dövləti içdən ələ keçirirdilər. Və bu içdən ələ keçirmə prosesində də partiləri dizayn etməyə başlamışdılar. Və özünüz bilirsiniz ki, o zaman artıq Fethullah Gülen iqtidar partisi AKP ilə bir yerdə idi artıq. Şərik idilər, belə deyək. Və həmin zaman Millətçi Hərəkat Partisində də kaset hərəkətlənməsi oldu, xatırlayırsınız. Nə kaset idi? Seçkilərə az qalmış bir kasetlər yayılmışdı ki, partinin üyələri, yəni aparıcıları, genel başkan yardımcıları müəyyən bir əxlaqsız hərəkətlərlə bağlı onların video görüntülərini yaymışdılar. Cümlədən də bilirsiniz ki, belə bir görüntü Dəniz Baykalı da şantaj eləmək üçün yaymışdılar. Millətçi Hərəkat Partisində kaset olaylarından sonra Dövlət Bahçeli partinin bütün üyələrini, yəni adı kasetdə gedən onun üstündə aparıcılarını, genel başkan yardımçılarını partidən azad etdi həmən. Seçkilərin keçirildiyi bir dövrdür ki, həm də onlar millət vəkilinə aday idi hər biri. Amma buna baxmayaraq Dövlət Bahçeli partidən onları çıxartdı. Amma Dəniz Baykalın özü ilə bağlı olduğuna görə Cumhuriyyət Halk Partisi seçkilərə gedib, həmin kaset olaylarından sonra Dəniz Baykalın yerinə Kılıçdaroğlu'nu seçdilər. Bay Kemalı. Təbii ki, bilirsiniz, o haqda da kifayət qədər zaman Sayın Erdoğan'ın açıqlamaları var. Olub ki, siz necə hakimiyyətə gəlmişsiniz? Burada bir məsələ oldu ki, Cumhuriyyət Halk Partisində genel başkan üzərindən bir yapılanmanı ələ keçirdilər və sonra partinin bildikləri kimi dizayn etdilər. Və Millətçi Hərəkat Partisində də Sayın Bahçeli yerində qalmaqla mən belə düşünürəm ki, sonraki olaylarda onu göstərdi ki, partinin üst düzeyinə gətirilən bir çox adamlar da təbii ki, onlarla bağlı olan adamlar idi ki, onlar bugün hələ də partidə söz sahibidirlər. Hələ də bu sorun Millətçi Hərəkat Partisində qalır. Bəli. Amma düşünün, Türkiyənin üç böyük partisi, Ədalət və Qalxınma Partisi, AK Parti, Fethullah Gülen çətəsindən yan-yana iç-içədir. Cumhuriyyət Halk Partisi Genel Başkan səviyyəsində işğala məruz qalıb. Millətçi Hərəkat Partisi də Genel Başkanın dışında çox saylı yöneticilərlə işğala məruz qalıb. Düşünün ki, belə bir durum artıq Türkiyə siyasətinin işğalı deməkdir. Və bu işğalın gedişatında xatırlayırsınız, 2016-cı il Fethullah Gülen darbəsinə qədər artıq 2015-ci ildə dekabr ayının 17-si 25 arası bir olaylar oldu, hatırlayırsınız. Hətta buna kutu əməliyyatı deyirdilər ki, orada Sayın Erdoğan'ın özünə qarşı cinayət işi açılmışdı və Sayın Erdoğan'ı hətta həbs eləmək istəyirlər. Hakan Fidanı da artıq həbsindən bağlı savcılıq qərar vermiş. Görün, bunlar nə qədər güclü idi. Milli İstihbarat Təşkilatının başqanına cinayət işi açıb artıq həbs edirdilər. Belə bir durumdan keçən Türkiyə siyasi həyatı 2016-cı ilin iyul ayının 15-də Fethullah Gülen darbəsi ilə üz-üzə gəldi. Fethullah Gülen darbəsindən üz-üzə gələn dövrə qədər Millətçi Hərəkat Partisində də bilirsiniz, kaset olaylarından Bahçelini yıxa bilməyən bir hərəkətlənmə partinin içərisində Bahçelini yıkım hərəkətinə başladılar ki, Bahçelini qurultay çağırıb çıxarsınlar. Tamamilə Millətçi Hərəkat Partisində tam mənada işğal edəndən sonra 15 iyulda darbəni gerçəkləşdirə bilsinlər. Darbənin sonucu da bəllidir ki, o zaman hər kəs də bilir, bugün deməyimiz tam yerindədir. Cumhuriyyət Halk Partisinin kasetlərlə gələn üst düzey kadroları darbəyə qarşı çıxmadılar. Amma Cahangir bəy çıxdılar ilk dəqiqələrdən partiya
müdafiə elədi. Kaset dalğasından gələn kadrolardan deyirəm. Təbii ki, o kadrolar hamı onun içərisində deyildi Həsən ki. Özgür Özəl bu dəfə çıxışında da dedi ki, o məclisi mən açdırmışam. Zahir bəy, təbii ki, bugün fərd olaraq Özgür Özəli mən hədəf almıram. Yox, bildim də, biz gəlin O ədalətli danışaq. Yox, ədalətlə danışırıq. O dönəm Kılıçdaroğlu'nun açıqlamaları var. Sayın Erdoğan'ın sonra Kılıçdaroğlu'na mesajları var ki, qəhvəni harda içirdin, bilirsiniz də bu məsələləri. Və sonra gecə ki, məlum oldu ki, darbə baş tutmur, ondan sonra başladılar açıqlamalar verməyə. Amma darbənin ilk saatlarında onlar artıq bəkləmədə idilər, gözləmədə idilər. Gördülər ki, darbə baş tutmur, hamısı fəallaşıb açıqlamalar verməyə başladılar. Və təbii ki, belə adamlar AK Parti'nin içərisində də az deyildi. Baxmayaraq ki, hakim partiya iqtidar partisidir, onun içərisində də darbənin yanında, darbənin olmasında maraqlı olan adamlar var idi. Dönəmin baş naziri idi də Davutoğlu ondan öncə götürüldü. Əgər Davutoğlu o dönəm may ayında partinin kongresi keçirildi, yerinə Binəli Yıldırım seçildi. Əgər Davutoğlu gedib Binəli Yıldırım gəlməsəydi, 15 iyul olayları baş versəydi, kəsin əmin ola bilərsiniz ki, AK Parti'nin genel başkanı Davutoğlu'nun liderliyində Türkiyədə darbə başı tutacaqdı. Axı məncə Davutoğlu idi, Binəli Yıldırım sonra gəldi, darbədən sonra gəldi. Binəli Yıldırım 2016-cı ilin may ayında genel başkan seçilib. Binəli Yıldırım'ın genel başkan seçilməsindən sonra AK Parti'nin darbədə iştirakının qarşısı alınıb. Bu bir gerçəkdir, Zahir bəy. Və eyni zamanda da siz də xatırlayırsınız ki, o zaman artıq Millətçi Hərəkat Partisi də paramparça olmuşdu. Böyük əksəriyyət ayrılmışdı. Baxın, AK Parti genel başkanlığı görəvinə mayıs 2016-da başladı. Mən nə deyirəm? Bəli. Darbədə oldu 2016-nın iyul ayında. 16-da olmadı darbə. 15'te idi. Yox, 2016-cı ilin 15 iyul Temmuz. 2016 Temmuz Zahir bəy. Bu ola bilər. Mən rəqəmlər, tarix baxıram, yenə də baxıram. Mən bilirəm. Siz davam eləyin. Bəli. Bu olaylarda deməyim odur ki, 3 köklü düz deyirsiniz. 15 Temmuz 2016. 3 köklü parti demək olar ki, Millətçi Hərəkat Partisinə tam böyük zərbə vurulmuşdu, ayrılmışdılar. Dövlət Bahçəlini çox zəiflətmişdilər. AK Partinin içində də çox güclü idilər. Cumhuriyyət Xalq Partisini genel başkan səviyyəsində də işğal etmişdilər. Yəni Kılıçdaroğlu deyirsiniz. Bəli, onu gətirməklə artıq Cumhuriyyət Xalq Partisinin üzərində bir ağalığı həyata keçirmişdilər. Və sonraki dönemdə xatırlatsanız, Millətçi Hərəkat Partisində yenə görev dəyişkənlikləri, partidən uzaqlaşdırmalar. Bunu yanaşı Millətçi Hərəkat Partisi zəif duruma salınmışdı. Amma 15 iyul 2016'dan sonra İqtidar Partisi AK Parti ilə, özəlliklə Sayın Erdoğan'la Sayın Bahçəlinin ittifaqı birliyi Millətçi Hərəkat Partisinə yeni güc qazandırdı. Sonraki dönemdə də öz nüfuzunu və gücünü bərpa edə bildi. Əgər o dönem Sayın Erdoğan'la Sayın Bahçeli arasında bir ittifak olmasaydı, bunlar Millətçi Hərəkat Partisini bitirəcəkdilər. Və eyni zamanda Sayın Bahçelinin də Sayın Erdoğan'a dəstək verməsi Sayın Erdoğan'ın AK Parti'nin içərisində hakimiyyətinin yenidən nüfuzunun üzərindən bərpasına gətirdi. Və artıq AK Parti'nin özünü də Sayın Erdoğan tam mənada özünün lider olduğu bir partiyə çevirə bildi. Ondan sonraki dönemlərdə Cumhurbaşkanlığı 2018-ci ildə artıq sisteminə keçdilər. Bahçeli təklifi verdi. Bu iki liderin ortaq hərəkətlənməsi Türkiyədə küreselsel güclərin sıfırlanmasına aparan bir yol açdı. Amma bunu da müxalifət ədalətsizlik, hüquqsuzluq kimi qələmə verir. Mən istəyirəm gələk bugünkü günə ki, bugün etirazların əsas şüarı ədalət, hüquq və bilirsiniz, necədir? Ədalət, hüquq. Ədalət, hüquq,
yargı bağımsızdır, Bəli. ədalətli olmalıdır, Bəli. tərəfsiz olmalıdır. Tərəfsiz olmalıdır. Bu təbii ki, Türkiyənin ana prinsip, dövlətin ana fəlsəfəsi budur. Siz də özünüz bilirsiniz ki, Atatürk'ün sözü var. Ədalət mülkün təməlidir. Bəli. Mülk burada dövlətdən söhbət gedir. Mülk dövlət deməkdir. Yəni ədalət dövlətin təməlidir. Türkiyənin dövlət fəlsəfəsi ədalət prinsipinə söykənir və bu ədalət prinsipinə söykənmədə qədim türk dövlət ənənələrindən gəlir. Haqq, hüquq, ədalət. Bugünkü Haqq, hüquq, ədalət. Bugünkü bu ədalət prinsipi Türkiyənin ana siyasətidir və türk dövlətlərinin, tarixi dövlətlərinin ana prinsipi ədalətdir. Hətta Əmir Teymurun üzüyünə ədalət yazılıb. Əmir Teymurun üzüyü, damğası ədalətdir. Damğanı vuranda ədalət yazılırdı. Bu türk dövlət fəlsəfəsindən iləri gəlir. Türk bilir ki, ədalətli olmasa dövləti qoruya bilməz. Dövlət ədalət üzərində bərqərar olmalıdır, fəlsəfəsidir. Ədalət üzərində bərqərar olmasa dövlət dağılır. Bunu türk dövlətçilik əxlaqi dəyərləri bildiyinə görə o prinsipə sadiq qalırlar və hər zaman da ədalət məsələsi önəmə gəlir. İndi bu baxımdan ədalət, hüquq, haqq Türkiyə Cumhuriyyətində ədalət də həriyə görə bir cürədir. Bu gün Türkiyədə deyirlər demokrasi yoxdur, ədalət yoxdur, amma hər gün televizyonlarda konuşurlar, mitinq eləyirlər, etirazlarını bildirirlər. Bir adam da cinayət eləyib həbs olunmalıdır. Cinayət edib həbs olunmamağın özü ədalətsizlikdir. İndi Candır bəy, cinayətkarın cinayət edib cinayətin qarşılığında həbs olunursa bu ədalətdir. Hə, cəzaevində ola bilsin ki, ona yaxşı baxmırlar. Orada da onun hüquqları var da. Orada da ədalət bərqərar olmalıdır ki, o məhkum kimi istintaq aldığı dönəmdə və sonraki dövrlərdə də haqq və hüquqları tapdalanmasın. Təbii ki, orada da haqq və hüquq hər kəsə lazım olur. Candır bəy, bu mən istəyirəm ki, biz diskussiya şəklində danışaq. Tamaşaçılarımız bilsin ki, əslində orada nə baş verir. Həm də ədalətli olaq da. Bax, qarşı tərəf deyir ki, Özgür Özəlin bir təklifi oldu Cumhurbaşqanına ki, TRT-dən canlı yayımlayın. Sizin savcınız sorsun, mənim bələdiyyə başqanım cavab versin. Niyə bunu etmirlər? Məsələn ki, demirlər TRT-dən yayın. Kim onu istəyib? Özgür Özəl. Özgür Özəl mühakimə olunur ki, savcı ona sual versin. Özü üçün demir. Deyir, mənim bələdiyyə başqanım, yəni İmamoğlu üçün deyir. Deyir, əgər haqlısınızsa, sübutlarınız yetərlidirsə, bunu TRT-dən canlı yayınlayın məhkəməni. Sizin savcınız sorsun, mənim də bələdiyyə başqanım cavab versin. Bugün İmamoğlu'nun heç kim cinayətkar demir. Çünki hüquq sürəci var, yargı davam edir, istintaq altındadır. Bəlkə elə istintaq prosesində bu dışarı çıxacaq və məlum olacaq ki, bu günahsız həbs olunub və bütün özünü bütün mənalarda təsdiq edib və heç bir cinayəti yoxdur. Bugün yargı prosesi getdiyi bir zamanda, hüquq işlədiyi bir zamanda, hələ hər şey oturuşmadığı bir zamanda, kimisə televizyonlara çıxıb hansısa sualları vermək nə qədər doğru olar? İstintaq bitsin bizim anlayışımızla. Savcılıq elan eləyər ki, artıq bütün sənədlər hazırdır. A, Z, B, D maddələrlə ittiham olunur. Ondan sonra çıxarsınlar sənədləri qoysunlar ki, hansı maddə nəyə görə verilib, onun da sübutlarını ortaya qoysunlar. İndi burada bir məsələ bugün görürsünüz ki, İmamoğlu iki əsas motivlə həbs olunub. Birinci yolsuzluq, yəni korrupsiya. Artıq yolsuzluq təsdiq olunub. O təsdiq olunub, bəli. Amma gördünüz, məhkəməyə çıxarıldı, savcılıq vermişdi ki, terror örgütü qurmaq və maliyyələşdirməklə bağlı da məhkəmə dedi ki, sizin əvraqlarınız yetərli deyil. Sübutlarınız hələ təsdiqini tapmır. Bəli. Gördünüz, onunla bağlı dövlət bir şey demədi. Hakimə bir söz deyən var, niyə sən o qərarı çıxartdın? İndi bu getdi Silivri cəzaevinə, amma istintaq davam edir axı. İləridəki dövrdə Zahir bəy, İmamoğlu iki maddə ilə yargılanması davam edəcək. Yenə də terror örgütünü qurmaq və maliyyələşdirməklə bağlı
bunun üzerinde olan istintak devam edir. Onun da senetler tamam olandan sonra sübut olunsa ki doğrudan bu terör örgütünü hem maliyyələşdirib, hem de onu rəhbərlik eləyib. Belə bir durumda artıq onun cinayət maddəsi ağırlaşacaq. Həm də terror təşkilatının idarə olunması, yönetilmesi, maliyyələşdirilməsi ilə bağlı o artıq yargılanacaq. Yox, əgər sübut olunsa ki, bunun heç bir terror təşkilatından işbirliği olmayıb, hətta yolsuzluq belə olmayıb, tərtəmiz olub, hər hansı bir yolsuzluğa, yəni rüşvət, korrupsiya elementi bunun üzərində yoxdur. Bunda bu çıxacaq, deyəcək ki, vallahi mən çıxdım, hər kəs salamlayacaq, görəvinə davam edəcək. Mən istəyirəm tamaşaçılarımıza müraciət edeyim ki, yayımı mütləq bəyənəsiz və bizi Türkiyədən də tamaşaçılarımız izləyir. Emirhan Lermioğlu yazır ki, ədalət diyorlar, camidə içki içiyorlar. Və burada bir məqamı istəyirəm sizinlə müzakirə eləyək. Tamaşaçılarımız, siz də aktiv olun, yazın rəylərdə fikirlərinizi. Deməli, həmin tamaşaçımız yazır ki, hangi ədalət insanlıqda məzar taşlarına saldırı varmı Zaur bəy? Təbii ki, yoxdur. Mən istəyirəm yayımı bəyənib paylaşasınız və əlbəttə fikirlərinizi də yazasınız. Zaur bəy, mən bugün təbii ki, bəzi informasiyaların, deyək ki, provokativ əməllərin üzərindən siyasət yürütmək istəmirəm. Mən də qəbul edirəm ki, camidə, ayrı-ayrı yerlərdə deyək ki, hüquqa zid və milli mənəvi dəyərlərimizə yad əməllər olub. Özəllər LGBT amili də meydanlarda qabarır. Hətta plakatlar çıxartmışlar. İndi mən onlar üzərindən görürsüz danışmıram. Bəli. Və eyni zamanda mən də bilirəm ki, camilərdə nə kimi olaylar olub. Mən bunların hamısını provokasiya hesab edirəm. Hesab edirəm ki, bu Cumhuriyyət Halk Partisinin işi deyil. Olayları kimlərsə dışarıdan qarışdırmaq istəyir. Daha fərqli rəng vermək istəyir. Hüququn işlənməsinin qarşısını alınıb fərqli bir yönə çəkmək istəyən qüvvələr var. Elə hesab edirəm. Bunu Cumhuriyyət Halk Partisinin adına yazmıram. İndi burada bir dənə sual yaranır. Buyur bəy. Deməli, camidə içki içirlər, Özgür Özel deyir ki, bizdən deyil. Məzar daşları dağılır, bizdən deyil. Bəli. Sayın Cumhurbaşqanının anası təhqir olunur, deyir bizdən deyil. Yox, orada deyilməz, çünki məlum oldu ki, onlardandır. İndi üzr istəyirəm. Burada da haqlı bir sual yaranır. Mən bu sualları özümdən vermirəm. Mən Türkiyə mətbuatında toplumda olan fikirləri səsləndirirsiniz. Yaxşı, bu insanları küçələrə çağıran siz. Bəli. Mitinqə başçılıq edən siz. Və belə bir hallar da baş verəndə deyirsən bizdən deyil. Bəs yaxşı onda əgər idarə edə bilmədiyiniz bir toplumu niyə bir araya çağırırsınız? Zar və indi təbii ki, biz bəzi detallara da toxunmuruq. Siz özünüz də gördünüz, provokatorlardan biri İsraildən gələn bir jurnalist idi. Bəli, onu deport elədilər. Onu deport elədilər, əzdilər, ağız burnu göndərdilər, doğrudurmu? Bəli. İndi mən görürsünüz, o məsələlərə toxunmuram, hələ dış qaynaqlı işbirliyində bunların əlaqələrindən danışmıram. Mən daha çox çalışıram hüquq tərəfindən danışım. Və eyni zamanda qəbul edirəm ki, bu mitinqə kölgə salmaq üçün bütün dünya pislikləri hərəkətə keçə bilər. Türkiyədə qarma-qarışıq yaratmaq istəyən qüvvələr var. Mitinqə kölgə salmaq üçün yoxsa bu həbsin ədalətsiz olduğunu? Bütün hallarda hamısı Türkiyənin imicinə zərbə vurma amilləridir, əlamətləridir. Mən görürsünüz o tərəflərini qoyuram kənara. Çalışıram ki, bugün hüquqdan danışırıq və baş vermiş olaydı. Mən özüm dəqiq bilirəm ki, deyək ki, orada bunların qəndillə hansı əlaqələri olub ya olmayıb. Bunları mən bilirəm. Amma mən eyni zamanda bu yargı sürəcində bunların hamısının ortaya çıxacağı üçün öncədən nəsə demək istəmirəm. Və eyni zamanda yolsuzluqla bağlı. Siz deyirsiniz İmamoğlu'nun terrorla əlaqəsi var. Zahir bəy, dediniz, mən bilirəm qəndillə əlaqələrini. Mən deyirəm ki, bilirəm orada nə var, nə yox. Amma istəmirəm ki, yargıdan öncə danışım. Yargı onsuz da bunları aşkarlayacaq. Və eyni zamanda bilmək istəyirsinizsə, mən sizə tam və qəti əmin eləyirəm ki, İmamoğlu tək yolsuzluqla deyil, eyni zamanda terror örgütünü yönətməklə və maliyyələşdirməklə bağlı sübutlar tam mənada öz təsdiqini tapacaq və maddəsi ağırlaşacaq. Onun cəza evindən çıxması çox böyük problemlə üzləşəcək. Çıxmayacaq. Yox. Və eyni zamanda keçən dəfə də dediyim kimi hələ minlərlə insanlar da yenidən həbs olunacaq. Bu olay mən istəməzdim ki, təbii ki,
öncə bəzi fikirlərimi media ilə bölüşəm, amma təbii ki, cəmiyyətdə bir sıra suallar və sorğular və fikirləri qarışdırma əlamətləri var. Bəzən də biz də müəyyən fikirləri səsləndirməyə məcbur oluruq. Amma istəyirəm ki, yargı çalışsın, istintaq prosesi davam eləsin və orada cinayət işi tam mənada millətə elan olunsun sənədlərlə, sübutlarla. İndi burada bir məsələ var. Bax Candar bəy, adamın 35 illik diplomunu ləğv eləyiblər. Bax bu nə dərəcədə ədalətlidir, nə dərəcədə hüquqidir ki, hansı ki bir dəfə ondan əvvəl verilən sorğuya cavab gəlib universitetdən ki, xeyr, qanunidir. Sonra gəlir ki, yox, qanuni deyilmiş. Bu necə olur? Bunun əvvəldən... Nə oldu adam prezident seçkilərinə, prezidentliyə namizəd olduğunu elan edəndən sonra başladı bu şeylər? Zahir bəy, bütün istəyir 30 il bundan qabaq olsun, cinayət işi olubsa o gediş edə bilər. Bir insanın cinayətlə bağlı əməlləri 50 ildən sonra da ortaya çıxa bilər. Amma bu o demək deyil ki, 30 il bundan qabaq bu hadisə baş verib, indi bunu üzə çıxarmaq doğru deyil. Demək, bu Türkiyənin özündə də, yönetimdə və qanunların çalışmasına naqisliklər varsa aradan qaldırılmalıdır da. Və tək İmamoğlu deyil ki, mən bildiyim qədər bir neçə nəfər 100-ə yaxın adamdır. Yox, mən az saydım. Yox, 100-ə yaxın adam var. Diplomu ləğv edilir. Hətta onların içində AK Partinin tanınmış adamları var. Tək bunlar deyil ki. Köklü araşdırma başlayıb. Köklü araşdırmada tək Girne Üniversitetindən İstanbul Üniversitetinə yatay keçid edənlər deyil. Eyni zamanda Bilkənt Üniversitetindən İstanbul Üniversitetinə keçid edənlər də var ki, onların da diplomu artıq ləğv olunub. Hətta onların içində elmlər doktoru, professor olanlar var. Ki, onlar institutu qazandıqları doğru olub, amma yatay keçidləri, yəni keçid edəkləri proses qanunlara zidd olub. İndi o qanunsuzluqları ortaya çıxarırlar. Bu da Türkiyənin əslində təmizlənmə prosesidir. Türkiyənin hər kəsində fikir yaranır ki, ta belə qanunsuzluq eləmək olmaz. İləridə sən böyük, hətta Cumhurbaşkanı olarsan, diplomanda sorun yaranar, səni artıq görevdən alırlar. Ona görə də bir dövlətin içdən təmizləmə prosesini alqışlamaq lazımdır. Niyə 30 il bundan qabaq olubsa, bir 100 min ildə davam eləməlidir, qarşılanmalıdır da. Sual ola bilər, niyə 10 il bundan qabaq alınmayıb? Mən də onda deyirəm ki, Zahir bəy, 2016-cı ilə qədər olan Türkiyə çətələrin əlində idi. Mən dedim, AK Parti işğaldaydı, CHP işğalda, AK Parti, MHP-ni dışarıdan əzirdilər, siyasəti dağıdırdılar, dövlətə nüfuz eləmişdilər və o güclər, məlum olur ki, bu cürə cinayətləri eləyənlər də məhz o çətələşmələr olub. Niyə eləyiblər? Müəyyən adamları bu qanunsuzluqlarla, Zahir bəy, yardımçılıq eləyərək onları ələ alıblar. Bəzilərinin maddi imkansızlıq olub, onlara maddi dəstək verib ələ alıblar. Bəzilərini qanun dışı müəyyən fəaliyyətlərə cəlb edib, oradan ələ keçirib, sonra başlayıblar onları idarə etməyə. Hərəni bir yolla idarə edib, ələ keçiriblər. Bunlara da qanunsuzluq üzərindən ələ keçiriblər. Mən başa düşürəm. Biz gəlin bugündən danışaq. Bugün 15 milyona yaxın insan çıxdı, İmamoğlu'nun namizədliyinə dəstək verdi. Yox, Zahir bəy, 1 milyon 500 min. Nə qədər? 1 milyon 500 min. Abi, rəsmi açıqlama var. Yox, 1 milyon 500 min. Səs verməni deyirəm. Bəli, 1 milyon 500 min Türkiyə çapında. Yox, siz niyə elə? Sadəcə onlar dedi ki, bu 16 milyon səs deməkdir. Mən sizə deyirəm, 1 milyon 500 min. Yox, özləri dedi. Bunların 1 milyon 600 min 700 min üyələri var. Oy vermədə də iştirak edib 1 milyon 500 min. İndi hələ 1 milyon 500 minin də şübhəli olduğu haqqında bilgilər var. İndi biz onlara toxunmuruq. Bax, burada elə Türk vətəndaşları yazır, 14 milyon 500. Zahir bəy, 14 milyon insan nətər səs verə bilər? Necə nətər? Yaxşı, neçə qutu var idi ki, 15 milyon səs verdi? Valla, indi rəsmi açıqlamalar var da. Qutu olsun, indi... 14 milyon 563 bin kişi. Zahir bəy, dəqiq bir dənə bizim operator sorğu vursun ki, seçkidə nə qədər özlərinin rəsmi bildirdikləri 1 milyon 500 min. Mən rəsmini deyirəm də sizə. Sadəcə bəzi informasiya qaynaqları 15 milyon, 14 milyon kütləvi informasiya vasitələrində təbliğat üçün fərqli rəqəmlər istifadə olunub.
Amma bu 1 milyon 500 minin özü də artıq araşdırılır ki, necə olub. Eyni zamanda Baxın, bir parti üyəsi 1 milyon 600 mindən çoxdur iştirak edib. Bəli. Dayanışma oyu 13 milyondan çoxdur. Ümumi isə toplam oy 15 milyon 497 bin. kim deyir onu? Nətər olur? Orada çıxıb da. Dayanışma oyu deyir. Yəni bu o deməkdir ki, mən bu ailə üzvlərini hesablayır, tərəfdarlarını Xeyr, orada dayanışma belə deyək, qutuları qoymuşlar əlavə, üyələrdən əlavə də dayanışma Zahir bəy, bir qutuları var idi. dəqiqə deyəndə, gəlin onu bir də araşdırın, hansı qaynaqdan siz istifadə edirsiniz. Siz Cumhuriyyət Halk Partisinin rəsmi elanını deyin, zəhmət olmasa. Bəs rəsmi elan Partinin deyil. yox, partinin. Cumhuriyyət Halk Partisinin sitəsinə girin, rəsmi elanı verin. Baş üstə. Mən elə efir gedə-gedə deyəcəm sizə. Buyurun. Siz davam edin, siz davam edin. Bu məsələləri bilirsiniz, rəqəmlər 15 milyonda deyə bilərlər. Hətta deyirlər Türkiyənin 85 milyon əhalisi var. Səs vermədə 200 milyon adam iştirak edir. Bunu da deyə bilərlər. Bəli. Amma bir də var reallıqda. Türkiyədə Zahir bəy 85 milyon nüfuz varsa, seçicilərin sayı 66 milyona yaxındır. Bəli. Seçkilərdə də adətən iştirak edir 55 milyona yaxın insan iştirak edir. Deməli, üzr istəyirəm, 4 bu 17-21 Şubatdır, bəli. 54 milyona yaxın adam iştirak edir Zahir bəy. Bu 54 milyon adam Türkiyənin bütün bölgələrində, kəndlərində, köylərində, hər məhəllədə qutular olur. Neçə 100 min qutu olur. Onunla o gerçəkləşir. Cumhuriyyət Halk Partisi İstanbulda neçə qutu qoymuşdu? Deyək ki, 50 dənə. 50 qutu ilə o qədər səs yığma olar. Siz özünüz gəlin bir şey deyək. CHP-də ön seçim İmamoğlu'na 14 milyon 850 bin oy. Ay Zahir bəy, mən dedim rəsmi CHP-nin sitəsinə girin. Rəsmidən danışıram mən. CHP-nin sitəsində var, elə rəqəm ola bilməz. Mümkündür Zahir bəy, indi bu məsələnin demənən deyil ki. Bəli. İkinci, mən istəməzdim siz araşdırasınız, çünki rəqəm mən deyəndir Zahir bəy. Mən də bilirəm 17 milyon deyən, 20 milyon deyən var. Bəli. Gəlin, Özgür Özel özü də dedi. İmamoğlu'nun açıqlaması var, o da eyni Zahir söz bəy, dedi. mən deyirəm ki, təbliğatda demək olar ki, mənim bu gün İmamoğlu seçiləndə Türkiyə, İstanbulun neçə milyon nüfuzu var? 16 milyon, 16 düzdürmü? milyon. Hər halda 16 milyonun 12 milyonu seçicidir, doğrudurmu? Bəli. 12 milyon seçicinin də 51% buna səs veribsə, doğrudurmu? 52 Bəli. faizi lap deyək. Hardasa bu eləyir 7 milyona yaxın səs İstanbulda buna səs verib, doğrudurmu? Bunlar bu 7 milyon hamısını, 7 milyon hamısı həmin gün gəlib səs verməyib ki. Və səs veribsə harda verib? Bax, bizim Necə verib? əməkdaşlarımız indi burada yazırlar, deyir 1 milyon 500 min CHP-dir. Təkcə səs verən 14 milyon Türkiyə genəlidir. Zahir bəy, mən CHP bilirəm, sandıqları mən 1,5 milyon, dayanışma sandıqları 14 milyon. Zahir bəy, mən 1 milyon 500 min CHP-lilərin səs vermədi. Çünki dayanışma bilirsiniz nədir? Həmrəylik də, həmrəylik. Tərəfdar. Həmrəylik. Tərəfdar. Bəli. Amma bu tərəfdar qutuya səs atmır axı. Bunlar hesab eləyir ki, üyədir, mən gəlmişəm. Mənim də hər birinin tərəfdarı var, kənardan dəstək verənləri var, başqa partidən var, filan da siyasətin içərisində olanlar var. Onlara rəqəm deyirlər. Amma fakt odur ki, qutuya 1 milyon 500 min dedikləri oy atılıb, səs verilib. Mən ondan danışıram. Bu Zahir bəy, bu işləri mən araşdırıram. Mən kimisə əleyhinə danışmaq istəmirəm. Ən azı praktik tərəfi də var da bunun. 7 milyon İstanbulda səs vermə olubsa bir gündə, sabahdan axşama kimi, orada deməli hər məhəllədə, hər məktəbdə, hər yerdə qutular olub, doğrudurmu? Bəli. Amma burada 50 qutu olubsa 1 milyon ya yaxın səs vermə necə ola bilər? Tək İstanbul deyil də. Yox, mən 1 milyon İstanbulda olursa, qalan yerlərdə də 500 min də. Bax, burada da yazırlar, bizim əməkdaşlarımız da hal-hazırda Türkiyə təmsilçilərimiz də var, izləyirlər. Deyirlər ki, əlavə sandıqlar var idi, həmrəylik sandıqları, orada deyilir o qədər adam. Zahir bəy, mən ona gətirirəm ki, həmrəylik sandıqları demək ayrı ki, bugün əslində qalanda müxalifətin Türkiyə çapında bir 50-50-yə götürsək, 34 milyon tərəfdarı var, düzdürmü? Səs verəni var, düzdür?
Bu 34 milyon da demək olar. Bildiniz nə demək istəyirəm? Bəli. Ki bunun bu gün Cumhurbaşkanı adayı görmək istəyir deyə bilərlər. Eşidirsənmi? Fakt odur ki, Türkiyədə Cumhurbaşkanlığı seçkilərində Sayın Erdoğan 51-49 ilə olub seçkiləri, doğrudurmu? 51 nə qədər? 52-yə yaxın bu 48-49-a yaxın belə bir durumdur, doğrudurmu? Bəli. Bu o deməkdir ki, müxalifətin ən azı bir 30 milyon səsi var da Türkiyədə. Bəli. İndi biz 30 milyon da deyə bilərlər. Heç kim deyənməz ki, o qədər tərəfdarı yoxdur. Amma fakt odur ki, 15 milyonluq bir seçkini, yəni partiya qərargahlarında, tək İstanbulda partiyanın ilçə və məhəllə qərargahlarını götürsək, o qədər seçkini həyata keçirmək mümkün deyil, onu demək istəyirəm. Deməli, Erdoğandan bir açıqlama var, bax bu dəqiqələrdə gəlib. Bunu istəyirəm sizinlə də paylaşım və fikirlərinizi alım. Buyurun. Bu dəqiqə yazdı. Bunu indi bizim əməkdaşlarımız Azərbaycan türkçəsinə uyğunlaşdırdılar. CHP Atatürk maskası ilə oğurluq, müasirlik pərdəsi altında əxlaqsızlıq, siyasət pərdəsi altında millətə düşmənçilik, vətəndaş cəmiyyəti maskası altında təxribat, nə qədər ki jurnalistika maskası altında hayküy salanların qalası olacaq, heç vaxt bu ölkənin partiyası ola bilməz. Bu mən yeni sizə bir fikir dedim hər halda. Dedim ki, AK Parti işğaldan azad olur, %1-10 yenə müəyyən qüvvələr qalır. Bəli. 90 amma artıq işğaldan azad olub. Bəli. Millətçi Hərəkat Partisi də %1-80 işğaldan azad olub. Ayrı-ayrı adamlar ayrı-ayrı yerlərdə qala bilər. Amma bugün Cumhuriyyət Halk Partisi otoritesi, mən üzvlərdən danışmıram, amma yönətici kadrodan danışıram, %80-70 işğal altındadır. Bu %70-80 işğal altında olan bir parti Türkiyənin indiki durumda dövlət fəlsəfəsinə uyğun gəlmir. Ya Cumhuriyyət Halk Partisi %70-80-i təmizləməlidir, yenidən siyasi meydana yeni kadrolarla çıxmalıdır, ya da Cumhuriyyət Halk Partisi siyasi səhnədən getməlidir. Gerçək budur. Yəni biz bunu necə deyirik? Deyirik ki, Cumhuriyyət Halk Partisi ilk olaraq 2010-cu il ayarlarına dönməlidir. Necə ki, kasetlərlə Kılıçdaroğlu, Dəniz Baykalı yola saldılar, Kılıçdaroğlu'nu seçtirdilər. Və eyni zamanda biz deyirik ki, ondan sonra Zaur bəy, Cumhuriyyət Halk Partisi, mən Atatürk'ün partisim demək istəyirsə və o hüququ qazanmaq istəyirsə, onunla mübarizə aparmaq istəyirsə, 1938-ci il ayarına dönməlidir. Atatürk'ün dövründə Cumhuriyyət Halk Partisi hansı siyasi əxlaqi dəyərləri daşıyırsa, Cumhuriyyət Halk Partisi o dəyərləri daşımalıdır ki, Atatürk'ün partisim deməyi desin. Atatürk'ün partisi LCB partiyasıydı Zaur bəy. Atatürk liberalçılıq eləyib, Türkiyənin mənəvi, milli dəyərlərini aşağılayan partiydi. Atatürk'ün partisi Naxçıvanla Türkiyə arasında qızıl pul verib Atatürk liderliyində Azərbaycanla Türkiyəni birləşdirən bir parti olduğu halda Qarabağ Savaşında Cumhuriyyət Halk Partisi savaşımızınla bağlı mövqesi Türk dünyasında Azərbaycanda qəbul olunan səviyyədə idi. O səviyyədə olan partiya Atatürk partiyası demək olar. Biz bundan danışırız Zaur bəy. Atatürk'ün partisi olmaq üçün Cumhuriyyət Halk Partisi 1938-ci il ayarlarına dönməlidir. Dönməyəcəksə partiya ləğv olunmalıdır. Burada nə var axı? Bu baxımdan da mən hesab edirəm ki, Zaur bəy. 38-ci il ayarlarına... Mən bunun ideoloji siyasi onda dəyərlərini... tək partiydi. Yozo, mən onu ideoloji siyasi dünya görüşündən danışıram Zaur bəy. Amma eyni zamanda 1938-ci il Türkiyəsi çox partiyaların əleyhinə deyil idi ki, onda da çox partiyalı var idi. Sadəcə o partiyalar parlamentə çoxunluq qrup yarada bilmirdilər. Bir nəfər, iki nəfər seçilirdi. Amma mövzu ondan gedir ki, Atatürk partiyası 1938-ci Xatayı alıb Türkiyənin sınırlarına qatdı Zaur bəy. O partiya Naxçıvanla Türkiyə arasında qara yolu həll elədi. O Atatürk liderliyində. Türk dünyasına baxış ortadadır. Amma bugünkü Cumhuriyyət Halk Partisi Biden'ın partiyasıdırsa Atatürk partisini yadanmalıdır. Mən ondan danışıram.
Bugünkü Cumhuriyet Halk Partisi Amerikanın kukulasıdırsa məni niyə danışdırırlar? Niyə Atatürk Partiyası adlanmalıdır? Danışın da, danışın. Yox, mən istəmirəm ki, bu dedim yargının sürəcində gələn bir siyasi mövqelərimi istəyirəm sərgiləməyəm. sizinlə Buyurun Zahir bəy. bir tamaşaçılarımız da bilsin ki, məsələn, bəzən deyirlər ki, CHP Qarabağ məsələsində Azərbaycanın yanında olmadı, dəstəkləmədi, amma bir məsələ var ki, bu yanlış məlumatdır. CHP-nin içindən müəyyən şəxslər fikir səsləndirmişdi. Parlamentdə olan CHP təsdiqləmişdi. Dem Parti xaric hamısı dəstəkləmişdi. Zahir bəy, parti olaraq qrup adına örnəkdir. Qarabağ savaşına dəstək sənədinə imza atdı Cumhuriyet Halk Partisi. Yəni məclisdə olan, qruplu olan partiyaların ortaq bəyanatına imza atdı. Mövzu ondan gedir ki, o dövr Azərbaycanda səfir olan nə idi o? İnal Çeviköz. İnal Çeviköz, bəli. Açıqlama verdi ki, işçilər Qarabağda savaşır. İndi Ünal Çevikgöz bütün CHP-dirmi? Ay, sağ ol. Mən onu qəbul edirəm ki, CHP deyil. CHP İnal Çeviközü o açıqlamasına görə cəzalandırdı mı? Yox. Amma gəlin indi biz yeni üzr istəyirəm. Ona artıq fikir özgürlüyü dedilər. Ona qalsa Kılıçdaroğlu Türkiyə yolunu İrandan keçirdi. Ona görə də böyük darbe yedi də. Bəs biz onu itham mən Zahir bəy, Cumhuriyet Halk Partisinin 1 milyon 600 min üzvünü itham eləmirəm. 1 milyon 600 min üzvüdən cəmi 200 nəfəri, 150 nəfəri itham eləyirəm. Bəli, ki o əsas idarəçi. Mən üst kadroya dırmaşdıqları adamlardan danışıram. Bax bu indi Ünal Çevikgözü görürük. Mən təbii ki, Cumhuriyet Halk Partisinin %99, %95 üyəsi Türkiyənin şərəfli övladlarıdır. Mən parti üyələrinə qarşı deyiləm ki, mən partiyanın idarə olunma mexanizmindən danışıram. Özgür Özələ, şəxsən Özgür Özələ münasibətiniz? Özgür Özəl bir sınav qarşısındadır. Bu olayların gedişatında, xüsusilə illərdəki bir həftə 10 gün içərisində siyasətini dövlətçilik xəttinə gətirməsə, mən hesab edirəm ki, artıq Cumhuriyet Halk Partisinə qayyum atanmalıdır. Axı bununla da bağlı 6 aprelə növbədən kənar qurultay çağırılır. Qurultay çağırması doğru deyil. Nədən? O ləğv olunacaq mən düşünürəm. Niyə? Bu qurultay üyələri yəni əldə olunan sənədlər əsasında, mən demirəm, kayıtlarda olan ayrı-ayrı Cumhuriyet Halk Partisinin kongre üyələrinin verdiyi ifadələr, yargıda ifadələri var. Onlar ifadə verib ki, pul payladılar, Özgür Özəl səs verdilər, Kılıçdaroğlu'nu uduzdurdular. Bəli. Həm də İmamoğlu elədi deyirlər. Həmin üyələrin 6 Nisanda gəlib konqredə səs verməyə nə qədər doğrudur? Artıq bu saxtakarlıq eləyib də bu üyələr. Saxtakar üyələr təzədən konqreyə gəlib yenidən saxtakarlığa səs verəcək də. Hüquq burada pozulur Zahir bəy. Əxlaq dəyərləri burada pozulur. O artıq şəxslərin konqre üyəli statusu ləğv olunmalıdır. Ki sən saxtakarlıq eləyibsən. Burada bir tamaşaçımız bir fikir yazır. Mən bunu bilmirəm, bu onun fikridir. Yazır ki, keçmiş CHP-li millət vəkili Eren Erdəm parlamentdə çıxış edərək Türkiyə, Kars və İğdırda İranla döyüşürsə, İranın yanında olacağım demişdi. Ola bilər. Allah Allah. İndi Azərbaycan partiyalarından biri demişdi ki, İsraillə İran savaş eləsə, biz İsrailin yanında olacaq. Amma İran var, İrandakıların hamısı Türk deyilmi, Azərbaycanlı deyilmi? İndi Azərbaycanlılar öləcəkdi, bu da gedib İsrail tərəfdən Azərbaycanlıları qıracaqdı. Həmin partiya sədrini bu ölkə nəsə dedi? Yox. Hələ də yox, indi partiya məclis sədridir. O zaman partiya başqanı idi, indi məclis sədridir. Kimi deyirsiniz, Müsavat? Bəli, Arif Hacılı. Elə bir söz deyib. Status yazmışdı, sonra statusunu sildi. Hər halda Pənah Hüseynov, onları danladı, tez statuslarını sildilər. Amma bu televizyonda da açıqlama vermişdi. Baxın, tamaşaçımız, mən istəyirəm verilişimiz maraqlı keçsin. Necati Pəhlivan yazır ki, sizin üçün. Bu adam futbol taraftarı gibi fanatik Erdoğancı, başka bir şey değildir. Mən çünki bizi onlar da izləyir, mən istəyirəm. Görürsüz Zahir bəy, mən AK Partinin işğal altında olduğunu söylədim 2016-cı ildə, doğrumu? Fethullah Gülenlə içisi olduqlarını dedim mi? Dediniz. Eyni zamanda bugün hələ AK Partidə 110 yenə Fethullahçıların olduğunu dilə gətirdim mi? Mən
nə müxalifətçiyəm, nə iqtidarçı, nə AK Partinin tərəfindəyəm, nə də Cumhuriyyət Halk Partisinin. Mənim tərəfim dövlətdir. Mənim tərəfim Türkiyə Cumhuriyyətidir. Cumhuriyyətə qarşı AK Partinin içərisində də yolsuzluq eləyənlər, cinayət eləyənlər var, az deyil. Mən onların da hamısının təfsiyə olunmasını, strateji edilməsinin tərəfdarıyam. Mən onun mücadiləsində hər cürə fikir səsləndirməyə hazıram ki, yetər ki, belə hallar olmasın. Və eyni zamanda Cumhuriyyət Halk Partisinin içərisində bugün dövlətə qarşı bir hərəkətlənmə varsa, mən onların qarşısındayım. Cumhuriyyət Halk Partisi AK Parti ilə yarışsa, savaşsa, iqtidar müxalifət mücadilə aparsa, mən qarışmaram. Amma bugün Cumhuriyyət Halk Partisi iqtidarla deyil, Zahir bəy, dövlətlə savaşırsa, bəli, qarşısında mən varam. Deməli, Ceyhun Həşimov, hansı yazdığını oxumamışam mən sənin. Mən burada 100 adam yazır, hansını görürəmsə təkrar yazsın da, nə olar ki? Çox önəmlidirsə, təkrar yazsın. Hə, yazır ki, Göngör Banatlı, merak etmə, Zaur Qəriboğlu da CHP-nin jurnalistidir. Gör, bax, bunların düşüncəsinə bax, Cahandar bəy. Hələ bu adamlar... Zaten mən İranın əleyhinə danışan kimi deyirlər, bu İsrailçidir. İsrailin əleyhinə danışıram, deyirlər İrancıdır. İndi üzr istəyirəm, mənim dünən verilişim olub, bu məsələ ilə bağlı, bizim həmkarımızla bir verilişim olub. Mən mövqeyimi orada bildirmişəm. İndi burada, deməli, sizin adi jurnalistikadan xəbəriniz yoxdur ki, mən, əgər burada bir mövqe var, gərək qarşı mövqe olsun. Qarşı mövqe də olmadığı üçün mən öz şəxsi mövqeyimi gizlədib qarşı tərəfin mövqeyindən danışmalıyam ki, burada açılsın, həqiqətlər açılsın. Zahir bəy, siz jurnalist fəaliyyətiniz doğrudur və bugün siz tərəfsiz deyilsiniz. Əslində, siz əks sualları verməklə dövlətin yanında olmağını sərgiləyirsiniz. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, mən Türkiyə dövlətinə, Türkiyə yargısına, Türkiyə ədalətinə inanıram və baş verənlərdə də mənim üçün güclü Türkiyə lazımdır. Bunu dünənki verilişimdə demişəm, lazım olsa baxarsınız. Zahir bəy, gəlin qəbul edək ki, partiyalar gəldi gedərdi. Şəxslər də gəldi gedərdi. Əlbəttə. Dövlət əbədidir. Dövlətə qarşı kim varsa biz onların qarşısındayıq. Bəli. Mən dövlətin yanındayım. Mən Azərbaycanda deyiləm, Zahir bəy. Mən heç görmürsünüz, Yeni Azərbaycan Partiyasını dəstəkləyirəm. Xeyr. Hansısa müxalif partisini də dəstəkləmişəmmi? Mən Azərbaycanda Sayın Əliyevi Azərbaycan dövlətinin simvolu kimi, dövlətin aparıcı figuru kimi dəstəkləmişəm, doğrumu? Dövlətin naminə dəstəkləyirəm, doğrudurmu? Mən bilmirəm ki, Azərbaycanda hansı nazirlər quldurdu, hansı parlament nə gündədir, hamısını bilirəm də və onlara qarşı mübarizə apara-apara həm də dövlətin simvolunu dövlətin naminə dəstəkləyirəm. Bugün Türkiyədə də mən dövlətin yanında olduğuma görə, dövlətin güclənməsi uğrunda mücadilədə öndə olan lider Sayın Erdoğan olduğuna görə mən Sayın Erdoğana dəstək verirəm. Aynen. Mən Sayın Erdoğana AK Partinin genel başkanı kimi dəstək vermirəm. Cumhuriyyətin siması olduğuna görə dəstək verirəm. Özdə bu siması olmağı layiqincə şərəfinə və Türk əxlaqına və milli mənəvi dəyərlərinə layiq apardığına görə aparıram. Türkiyənin dünya dövlətləri sırasına apardığına, mücadilədə sözünü dediyinə görə heç bir qorxudan, hər hansı bir təhdikdən çəkinməyərək davasını aparıb, bugün Türkiyəni dünya dövlətləri sırasına gətirib, yeni dünya düzənində Türkiyəni öncül bir mövqeyə gətirib, Türk dünyası uğrunda bir mücadilə aparırsa, mən təbii ki, Sayın Erdoğana Cumhuriyyətin təmsilçisi olaraq dəstəyimi verirəm, açıq-açığına deyirəm. Bu mənim AK Partiya olan dəstəyim kimi dəyərləndirə bilməz. Mən bugün Cumhuriyyət Halk Partisinin yöneticilərlə qarşı danışıramsa, bu Cumhuriyyət Halk Partisinin üyələrini ilgiləndirəməz. O üyələr şərəfli üyələrdir, sadəcə olaraq bilgisizlikdən və siyasi etirazdan bugün yanlış yoldadır. Biz çalışırıq ki, millətimizin övladları doğru yolda olsunlar. İndi gəlin biz bu mövzunu toparlayaq. Buyurun, Zahir bəy. 2 dənə sualım qalıb. Çünki verilişimizin vaxtında demək olar ki, qutardı. Onlara da qısa cavab istəyəcəm Buyurun, sizdən. Zahir bəy. Və Ceyhun qardaşım, mən sizi başa düşdüm. O üzr istədi fikirlərinə görə. Yanlış anlayıb. Mən sizi də başa düşürəm. Bəzən olur ki, Cahandar bəy, qəribə bilirsiniz nədir? Bəzən elə başa düşürlər ki, medianın tərəfi olmalıdır. Media tərəf nümayiş elətdirməlidir. Media həqiqətləri üzə çıxartmalı, bacarmalı. Həqiqətdə bugün Cahandar verməliyəm. Danışdıra bilib, dünya görüşünü toplumla bölüşməsində bir bacarıq sərgiləyirsinizsə, siz medianın gerçək bir təmsilçisiniz. Çox sağ olun. Deməli, mən istəyirəm ki,
tamaşaçılarımız yayımı bəyənib paylaşsınlar. Bu mövzu ilə bağlı yekun fikrinizi soruşuram. İmamoğlu azadlığa çıxırmı, çıxmırmı? İmamoğlu Türkiyə dövlət fəlsəfəsinə və bugünkü üst düzey siyasi iradəsinə görə həbsdən çıxmayacaq. Və eyni zamanda çox saylı insanları özündən aparacaq. Və eyni zamanda İmamoğlu'nun cinayət məcəlləsində maddələri sayartacaq və dövləti cinayətə qədər maddələrlə ittiham olunacaq və onun gələcək taleyi çox qaranlıqdır. Aydındır Candar bəy. Buyurun. Mən bir məqamı da tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, mən əslində dünən bunu danışdım. İndi Candar bəydən də soruşmaq istəyirəm. Əslində dedi o, dedi ki, CHP Atatürk'ün partiyası deyil. Mən də niyə bu qənaətə gəlirəm? Sonda bu mövzu ilə bağlı öz fikirlərimi sizə çatdır, sizə və tamaşaçılarımıza. Atatürk'ün partisi biz bütün rəyləri sevirik deyə bilərmi Candar bəy? Atatürk'ün partisi bu fikirləri necə səsləndirə bilər ki, milli mənəvi dəyərlər üzərində qurulan bir parti CHP bugün onun genel başkanı mitingdə çıxış edir. Deyir biz bütün rəyləri sevirik. Özü də bunu təkrar edir. Atatürk'ün partisi terrorçuluqda təsdiq olunub, sübut olunub, türmədə yatan Səlahəddin Demirtaşa salam göndərir. Təbii ki, Cumhuriyet Halk Partisi'nin mayasında terrorla işbirliği ortadadır. Mayasında ola bilməz də, mayası Atatürk'dən gəlir. Yox, mən bugünkü partidən. Bugünkü, bəli. Bugünkü mayadan danışıram. Və eyni zamanda bugünkü Cumhuriyet Halk Partisi'nin Atatürk'ün Cumhuriyet Halk Partisi kimi dəyərləndirmirəm. Onlar əgər o arzudadırsa ona çalışmalıdırlar. Zahir Güngür Banatlı yazır. Bizi qeyd edeyim ki, Türkiyədən də tamaşaçılarımız izləyir. Hamınıza təşəkkür edirəm və kanalımıza abunə olun ki, növbəti bu kimi yayımlarımızdan da xəbərdar olasınız. Deyir ki, İmamoğlu çıxacaq və başkan olacaq. O zaman Candar bəy özür diləyəcəkmi? Mən İmamoğlu təbii ki, nə çıxacaq, nə başkan olacaq. Amma işdir qayət. Dünya tərsinə dönsə, kimsə yuxuda görsə ki, Cumhurbaşkanı olub İmamoğlu. Mən Cumhurbaşkanı olan İmamoğlu'ya qarşı böyük bir savaş içində olacam. Hətta. Əgər Candar bəy, əgər məhkəmə sübut eləsə ki, bu İmamoğlu'nun heç bir günahı yoxdur, azadlığa buraxır. Mən məhkəmə sübut eləsə ki, gerçəkdən bunun günahı yoxdursa, mən İmamoğlu'dan üzr istəyəcəm. İstəyəcək. Deməli, eyni zamanda Necati Pəhlivan da yazır ki, evet İmamoğlu çıxacaq, başkan olacaq, bu doğrudur. Hər kəsin bir istəyi var, arzusu var və mən təbii ki də insanların arzu və istəklərinə qarşı deyiləm. Hərə bir dünya yarada bilər. Amma bir də var gerçəklik və bir də var mövcud durum. Mən İmamoğlu ilə bağlı İmamoğlu həbs olunmadan danışmışam da, bələdiyyə başkanı olanda danışmışam, doğru mu? Bəli. Onda İmamoğlu Azərbaycanda ağırlanırdı, doğrudurmu? Bəli. Yüksək səviyyədə. Bəli. Mən dedim bu adam həbs olunmalıdır, ya doğrudurmu? Yüksək səviyyə, yəni Azərbaycan Bakı şəhər icra başçısı özünə ya da yəni yüksək səviyyədə elə deyir ki, Zahir bəy. Yəni öz rangına uyğun bir Azərbaycanda ağırlananda Azərbaycanın ən yüksək səviyyəsi dövlət. Yox, ən demədim, yüksək səviyyədə dedim. Ən yüksək səviyyə təbii ki Cumhurbaşkanı səviyyəsidir. Mən onu demirəm. Yüksək səviyyədə ağırlananda deyirəm. Mən ona qarşı çıxış edirdim ki, bu adam həbs olunmalıdır. Olmalıdır. Eyni zamanda demişdim ki, bu adam Bakıya Qəndələ uçub təsadüf gəlib Bakıya düşüb. Onu da demişdim. Bəli. Aydındır Candar bəy. Bu aydındır Zahir bəy. Təbii ki, bizim bir daha mən Cumhuriyet Halk Partisinin üyələrini, sıravi üyələrini, cəfakeş üyələrini yaralamaq istəmirəm. Amma qısa zamanda, bəlkə də bir ay, 2 aydan sonra Cumhuriyet Halk Partisinin üyələrinin böyük əksəriyyəti mən deyən fikrə gələcək. Bəli. Mən çox istəyərdim ki, mən onların fikrinə gəlim. Amma maalesef ki, mən onların fikrində olmayacam, onlar mənim fikrimdə olacaq. Aydındır. Deməli, əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənib paylaşmağınızı hamınızdan xahiş edirəm. Verilişimizin ayırdığımız saat bitib-bitməyin. Sonra burada bir dənə Türkiyə gerçəkliyini deyim sizə. Mənim bir dostum var, qəzetəçidir. Türkiyədə də tanınmış adamdır. Bəli. Özü mənə 2 ay bundan qabaq söhbətimizdə dedi ki, mən İmamoğlu'na oy vermərəm, Mansur Yavaş'a oy verəcəm. Bəli. Bu İmamoğlu həbs olunanda mən onunla bağlı hətta həbs olunmamışdan öncə X səhifələrində yazı yazanda götürdü mənə yazdı ki, Candar bəy, siz
Millətçi Hərəkat Partisinə, Sayın Əliyevə qarşı niyə yazı yazmırsınız? Qorxursunuz. Halbuki özü mənə deyirdi ki, Canlar bəy, siz haqlısınız, bu İmamoğlu'na oy vermək olmaz. Hələ bax. Bəli. İndi bu cürə düşünənlər də var. Bəziləri də hesab edir ki, artıq iqtidara gəliblər. Yəni meydanlarda kütlə psixologiyasında özlərini hiss eləyirlər, elə bilirlər artıq hakimiyyəti ələ alıblar. Çox adam elə bilir ki, bu gecə hakimiyyəti götürəcəklər. Elə bil ki, hakimiyyət armuddur, həmən əlinə atıb götürürlər. Qeyd edim ki, vəkil Rövşən Qasımov da yazır ki, xaricdən kömək istəyən kimsə Türkiyənin başqanı ola bilməz. Türkiyənin mənafeyini hər bir türkdən, hər bir bu artıq Özgür Özel siyasi karyerasına mənə gəlir xətt çəkdi. O CNN International'a, BBC-yə verdiyi açıqlamaları mən dinlədim, xəcalət, rəzalət. Bəli. Bir siyasi parti başqanı, Cumhurbaşqanı olmaq istəyən bir adam o cür açıqlama verib, hətta dünya dövlət başçılarına deyirdi ki, siz necə dostsunuz ki, yanımızda deyilsiniz və sanki onlara yalvarırdı ki, bizə dəstək verin. Mən hesab edirəm, Türkiyədə bu gün heç kim asmırlar. Hüquq çərçivəsində mücadilə davam edir. Meydanlardadırlar, parlamentdədirlər, doğru mu? Bəli. Repressiya yoxdur ki. Cinayət olub, ona qarşı... Televiziya kanalları var. Belə, hər şey yerindədir. Siz hansı dəstək istəyirsiniz, ağlayırsınız? Siz nə demək istəyirsiniz? Siz deməlisiniz ki, Türkiyə embargo qoysunlar. Və eyni zamanda bugün Türkiyənin yerli firmalarını boykot eləmək. Onların mallarını alın. Onların bir neçəsini geri çəkdi. Ayıbdır, ayıb. Türkiyə dövlətini və əxlaqına və milli mənəvi dəyərlərimizə sığmayan bir hərəkətdir. Deməli, aydındır Canlar bəy. Vaxtımız bitib, biz 1 saat tamamlamışıq, amma bir-iki dənə sualım var, qısa cavablar. Qısa cavab verir. Azərbaycan ictimaiyyətində bilirsiniz ki, bir müzakirə getdi ki, Türkiyə Ermənistanla müvəqqəti olaraq sərhədləri açıb. Bu nə sərhəd açması idi? Buna bir açıqlama verin zəhmət olmasa. Türkiyə ta 1992-ci ildən 91-dən herhalde Türkiye Ermənistanla sınırları bağlayanda humanitar dəhlizin hər zaman olacağına bağlı mövqe sərgiləyib ki, bəlkə insanlıq və Ermənistanda bir təbii fəlakət ola bilər. Türkiyə o humanitar yol açır ki, dünya dövlətləri oraya humanitar yardım aparsınlar. Ona qarşı çıxa bilməz ki. Və eyni zamanda Ermənistan harasa humanitar yardım eləmək istəyir, o yenə o qapı açılır. Hətta Türkiyədə deprem olanda xatırlayırsınız, Ermənistan Türkiyə depremində depremzədələrə humanitar yardım göstərdi. Bəli. Doğru mu? Bəli. Belə bir durumda Türkiyə demədi ki, qapıları bağlayıram, olmaz. İndi də Suriyada bilirsiniz, həm dünya dövlətləri bir yardım kampaniyasında iştirak eləyir. Eyni zamanda gəlin qəbul eləyək ki, Ermənistan özü Suriya dəstək verməklə həm də Türkiyə bir xoş mesaj verir ki, Türkiyə liderliyində dizayn edən Suriya mən də dəstək vermək istəyirəm, yanında olmaq istəyirəm. Türkiyə də bunu qarşılayıb deyir ki, mart ayının 21-dən Nisan ayının, aprel ayının 1-nə qədər siz humanitar yardım edə bilərsiniz. Qapılar humanitar yardımlar üçün açıqdır. Açıqdır, bəli. Belə bir duruma heç kim nəsə deyə bilməz. Amma Azərbaycanda bəzi qüvvələr var, bilirsiniz də, elə nəsə axtarırlar, Türkiyənin əleyhinə danışsınlar. Onlardan da biri bir millət vəkili var, mən o günün onun açıqlamasına xəcalət çəkdim. Mən burada demək istəmirəm, ki, hələ də Rusiya Azərbaycandan üzr istəmədiyi bir yerdə hansısa millət vəkili Rusiyadan oradan alır, sən öz məclis arkadaşına bir söz deyə bilmirsən, heç nə deyə bilmirsən, Türkiyəyə ittiham eləyirsən ki, Azərbaycana izahat verginə ki, sən humanitar qapını niyə açıbsan? Mən onu bir daha millət vəkilinin yazısını oxudum. Mən buradan adını çəkmək istəmirəm, amma bir də qarşıma çıxsa onu püskürdərəm uçar. Mən ona xəbərdarlıq eləyirəm. Onun da partiya başqanına deyirəm ki, bunları ipini yığcına. Belə açıqlamalar yığışdırın. Yetər artıq Azərbaycana zərbə vurmaqla, milli dəyərlərimizi parçalamaqla yığışdırın bu hərəkətləri. Bu məsələ aydın oldu. Son günlər Urmiyada da bir ayaqlanma var. Bu haqda da fikirlərinizi alım, sonra yekunlaşdıraq. Zər bəy, dün hər halda Sayın Hakan Fidanla Mark Rubio'nun görüşünü deyirsiniz. Görüş oldu Washington'da. Bəli. Orada Qarabağ məsələsi də bilirsiniz. Ermənistan-Azərbaycan məsələlərdə müzakirələr ortaq fikrə gəliblər. Orada belə keçdi də ki, Güney Kafkaz məsələsi. Yox, Azərbaycan və Ermənistan. Siz açıqlamanı diqqətlə izləyin. Hətta Rubio'nun
bugün bir açıklaması Elə var onu- özünün. elə onun özünün Eyni zamanda açıklaması. dünəndə Türkiyə tərəfinin açıklaması var idi. Orada Ermənistan və Azərbaycan münaqişəsinin də ortaq bir fikrə gəldiyimizlə bağlı bir açıqlama gedir. Əgər Amerika Türkiyə ilə ortaq fikrə gəlibsə, bu Azərbaycan xeyrinədir və Amerikada Azərbaycan məsələsinin daha iləri düzəyə getmə məsələsi o gündə. Bu arada mövzudan yayınmayaq, sadəcə fikir olaraq. Ona gəlirəm ki, Rubio İmamoğlu'nun həbsindən narahatlığı bildirib. O elə bildirməyib Zahir bəy. Deyir ki, Türkiyədəki həbslərdən və olaylardan narahatıq. Yəni Bəli. bu mitinqlər eləyirlər, dağıdarıq, uçurdarıq. O hesab edir ki, özdə deyir, iyi Trump deyir, iyi Türkiyə, iyi lider Erdoğan'ı deyir. Bəli. Yəni bu gözəllikdə Türkiyə ilə, yəni onun öz marağı var, təbii Bu ki. nə bayraqlardır belə? Bu baxın o PKK bayraqları. Bunlar nə gündədirlər. Sonra deyirlər ki, Cəhandar Bayaqlı danış. Hələ mən bunlarla sərt danışmıram. Sadəcə yaralı Özgür insanlar Özel o bayraqlara görə də demək olar üzr istədi, xəcalət çəkdim. Mansur Yavaş da paçavradır da. Terror bayrağı paçavr, əski parçasıdır da. Ona bayraq deyərlər, sən getdin üzr istədin. Bunların hərəkətlərini hələ danışmırıq. Urmiyadan da gəlirik. Yəni nə Rubio'nu niyə görə dedim? Orada bir məsələlərdən biri də İran məsələsi də bilirsiniz. Orada açıqlama gedir ki, İranın bölgədə, özəlliklə Suriyada destruktiv fəaliyyətin qarşısını alınmaqla da ortaq bir mövqe sərgilədilər. Bəli. Həm də Ukraynada barış məsələsində Türkiyə Amerikaya dəstək verdi. Bu gün də gördünüz, Qaradənizdə gəmilərin hərəkətinə və savaşın olmamağına bağlı iki tərəfli saziş imzalandı. Rusiya və Ukrayna arasında. Bəli. Bunlar Türkiyənin dirənişidir. Bu belə bir durumda İran məsələsi artıq Türkiyənin gündəmindədir. Nə mənada? İran ya bölgədə pozuculuq fəaliyyətinə son qoyub, qonşu dövlətdir və eyni zamanda İslami və insani dəyərlərə hörmətlə yanaşmalıdır. Ya da ki, yıxılmalıdır, mərhələsini yaşayır. Amma belə bir durumda da görürsün ki, bu hələ də dirəniş göstərmək istəyir. Dirəniş göstərməyi də nədir? İstəyir ki, böyük Türk millətini üzə qoysun, Çaldıran savaşına hazırlıq gedir İranda, işləyirsinizmi? Urmiyada da ilk günlər bunlar olayları Kürdlərə qarşı başlasalar da, orada məzhəbçilik məsələsini gündəmə gətirmişdilər. Bilirsiniz ki, Səfəvi dövründə Çaldıran, o zaman Xətai ilə Sultan Səlimin arasında olan bir savaşda Kürdlər Səlimin yanında olub da, bilirsiniz. Bəli. O savaşda da məzhəbçilik üzərində, yəni Sünni Kürdlər Səlimlə olub, Ələvi dedikləri, Qızılbaş, sonra Şiə elətdikləri İran faşizmin cəryanları da onlara qarşı olub. Urmiyada da etnik zəmində deyil, məzhəbçilik zəmində rejim istədi bir orada hərəkətlənmə yarasın, bunu transfer eləsin Türkiyənin içərisinə. Ana məqsədləri var. Belə bir durumda da Urmiya xalqı təbii ki, oyanıq, böyük Türk millətinin övladları rejimin bu fitnəsini yerlə yeşsən eləyib milli şüarla səsləndirdilər. Türk milli, Bakı, Təbriz, Ankara şüarını səsləndirdilər. Rejimə böyük bir şillə vurdular. Mitingdə 500 min adam iştirak elədi. Təbii ki, PKK, Komeli, PEJAK və bölücü bütün terror qüvvələrinə sözün dedilər ki, siz bizim torpağımızda qonaqsınız, qonaq kimi özünüz aparın, aparmayacaqsınızsa tərk edəcəksiniz və rejimə də mesaj verdi ki, siz bizim üzerimizdən məzhəbçilik savaşı apara bilməzsiniz və buna nail ola bilməyəcəksiniz. Və bizim böyük Türk millətinin övladlarının bir iradəsini biz alqışlayırıq və eyni zamanda onu da bildirmək istəyirəm ki, Zahir bəy, millətimizin gözü aydın olsun. Bu prosesdə tanınmış Əyətullahlar, Höccətül İslamlar millətimizin yanında oldular. Mən onları bir çoxsunu tanıyıram. Mən buradan onlara öz təşəkkürümü bildirəm. Eyni zamanda Tehranda, bürokrasiyanın içərisində, millət vəkillərinin içərisində böyük Türk millətinin övladları var idi ki, məzhəbçiliyi deyil, türkçülüyü dəstəklədilər. Onlara da eşq olsun deyirəm buradan. Buradan salamlayırıq. Ərdəbil, Təbriz, Urmiya, Zəncan, bütöv tam azad. Buradan da Sayın Pezeşkana bir müraciət edirəm. Sayın Pezeşkan, Böyük İran uğrunda mübarizədə məzhəbçiliyin yanında deyil, Böyük Azərbaycan uğrunda türkçülüyün yanında olacağınıza biz sizi səsləyirik.
Xamneyinin fırıllaqlarına getməyin. Millətin iradəsinə qulaq asın. Bəli, çox sağ olun və əziz olun. dostlar, dəyərli izləyicilər, bir məqamı qeyd edeyim ki, Candar bəy keçdi onun üzərindən ki, Trump Türkiyə üçün iyi bir ülkə, lideri də iyi İyilidir. açıqlamasını verib. Bu özü ciddi bir açıqlamadır. Bu Və proseslərin artıq Orta Doğuda açığı mən onu bir cümlə ilə ifadə edeyim Zahir bəy. Trump hətta o açıqlamalar verməklə yanaşı Rubio və Sayın Hakan Fidan arasında olan görüşün bir dənə fikrini ortaqlaşdırıb deyə bilərik ki, Orta Doğunun yenidən yapılanmasında Amerika Türkiyənin yanında olacaq. Türkiyə Amerikanın yanında olmayacaq Zahir bəy. Amerika Türkiyənin yanında olacaq. Bəli, bax biz bu güclü Türkiyə üçün Biz ona görə də Azərbaycan Türkiyənin tam mənada dəstək verməlidir ki, yaxın gələcəkdə Türk dünyası daha sıxı birləşə bilsin. İnşallah. Çox sağ olun Candar bəy, təşəkkür edirəm. Əziz dostlar, dəyərli izləyicilər, canlı yayımımız burada yekunlaşır. Yayımı bəyənib paylaşın. Eyni zamanda bizi sonradan izləyənlər mütləq yayımın altında öz fikirlərinizi yazın. Bildirin, razısınızmı, razı değilsinizmi? Öz fikirlərinizi rəy bölümündə mütləq bildirin. Sağ olun, sağlıqla qalın.